Salam, hər vaxtınız xeyir olsun. Deməli, videoya baxmadan öncə xahiş edirəm ki, kanalıma abunə olun. Çalışacağam ki, kanalda tez-tez sizin üçün maraqlı olan videolar paylaşım. Bu videoda mən sizə şagirdlərin bəzən testlərdə səhv saldıqları bir məsələni istəyirəm izah eləyəm. Deməli, izah nə ilə bağlıdır? İzah əslində sadə bir məsələdir Azərbaycan dilində. Ç leksik şəkilçisi ilə bağlıdır. Biz bilirik ki, ç şəkilçisi adətən isim düzəldir. Özü də daha çox isimlərdən isim düzəldir. Yəni, ümumiyyətlə adlardan isim düzəldən leksik şəkilçisidir. Buna məsələn biz nümunə olaraq sadə bir söz yazaq. Tutaq ki, dəmir sözünü yazıram. Dəmir bilirsiniz ki, isimdir. Dəmirçi də burada nədir? İsimdən düzəlmiş isimdir. Ola bilər, məsəl üçün, qayıqçı sözü. Qayıq da burada isimdir və qayıqçı da isimdən düzəlmiş isimdir. Belə sözlər çoxdur. Azərbaycan dilində hərbçi ola bilər, kömür kömürçü ola bilər, odun odunçu ola bilər və s. Məsələ odur ki, bəzən testlərdə elə situasiyalar yaranır ki, şagirdlər burada səhv edirlər. Səhv də nədədir? Deyək ki, bu şəkilçi, yəni ç şəkilçisi, bax, belə isimlərə də qoşulur. Məsələn, döyüş isiminə, düzdürmü? Və yaxud qaçış isiminə qoşulur. Qaçış, düzdür? Yaxud da vuruş isiminə qoşulur. Biz də bilirik ki, döyüş sözü həm feil ola bilər, həm də isim ola bilər. Burada döyüş sözünə çü qoşanda şagirdlər bilmirlər ki, indi bu döyüş, döy sözün kökü feildir. Burada üç leksik şəkilçidir. Çü də təbii ki, leksik şəkilçidir. Şagirdlər burada qalırlar ki, indi döyüş burada feildir, yoxsa isimdir. Məsələn, qaçış sözündə də çı artıraq, vuruş sözünə də vuruş çü artıraq və baxaq. Qaç feildir, vur da feildir. Bu hissəni rahat tapmaq olur. Qaçış və vuruş hissələrində artıq bəzən səhv olaraq bunu feil götürürlər. Vuruş, vuruşçu, qaçış, qaçışçı. Burada qeyd eləmək istədiyim odur ki, əziz şagirdlər, burada narahat olmayın. Yəni, bu döyüş, çü qoşulubsa əgər, çüdən əvvəlki isə, çüdən əvvəlki isə əmin olun ki, feil deyil. Bunu imtahan prosesində düşəndə lap bir anlıq belə bir analiz apara bilərsiniz. Dediyimiz kimi, tutaq odun ismini yaza bilərsiniz, kömür ismini yaza bilərsiniz, kömür, düzdür? Və yaxud dəmir ismini yaza bilərsiniz, hətta təmir ismini yaza bilərsiniz. Və burada odun, odunçu, gördünüz, oradan da çu feilə qoşulmur. Kömür, kömürçü, sözlərin kökü kömür də isimdir, odunda, dəmir, dəmirçi, təmir, təmirçi və s. Ona görə bir qayda olaraq, yəni yadınızda qalsın ki, vuruşçu sözündə vuruş isimdir, döyüşçü isimində yenə döyüş isimdir, qaçış isimdir. Dilimizdə yəni döyüşmək feili də var, döyüş başladı, nə başladı, belə isim də var. Vuruş ismi də var, qaçış ismi də var. Belə bu qədərə dinlədiyinizə görə təşəkkür edirəm, sağ olun.